Salam, mən MHM Təlis Mərkəzinin kimya müəllimi Vüsələ Hüseynova. Bugün sizinlə bir neçə sualın izahını paylaşacağam. İlk sualımız üzvi kimyaya aid olan sualdır. Sualda doymuş bir atomlu ikili spirt verib X olaraq və bu spirtin misk oksidlə oksidaşmasından alınan maddə homoloji sırada yeri ikinci yerdədir. İlk öncə hansı məlumatı bilməliyik biz? Spirtlərin misk oksidlə oksidləşməsindən nə alınır? Bir atomlu birli spirtlərin oksidləşməsindən aldehidlər alınır. Bir atomlu ikili spirtlərin oksidləşməsindən isə ketonlar alınır. Və bizdə alınan maddə keton olduğuna görə ketonların ilk nümayəndəsi propanaldır. CH3 CO CH3. İlk nümayəndə gördüyünüz kimi 3 karbon olur. Homoloji sıranın ikinci nümayəndəsi olacaq 4 karbonlu. Yazaq bu nümayəndəni də CH3 CO CH2 CH3. İkinci nümayəndəmiz isə olur butanal ketonu və butanal ikili spirtin oksidləşməsindən əmələ gəlib. Demək ki, tərkibində 4 karbon atomu olan ikili spirtdən əmələ gəlmişdir. Tərkibində 4 karbon atomu olan ikili spirti də bu hissəni silib spirtə çevirsək onu CH OH. Deməli, spirtimizdə butanol 2 spirt imiş. İkili spirt olduğunu hardan bilirik? Hidroksil qrupunun birləşdiyi karbon atomu, ikili karbon atomu olan spirtlərə biz ikili spirtlər deyirik. Spirtimiz butanol 2 spirtidir. Ümumi formulunu da yazaq. Butanol spirti C4H9 OH. Niyə ümumi formulunu yazdım? Çünki cavab variantlarımıza kütlə nisbətini istəyib bizdən, elə hesablamaq daha rahatdır. İndi X maddəsi üçün, yəni butanol 2 üçün verilənlərdən doğru ifadələri seçin. Daha doğrusu bir doğru ifadəmiz var. A variantında karbonun kütləsinin oksigenin kütlə nisbətinə olan nisbətini verib bizə 9-un 2-yə. Baxırıq, 4 dənə karbon atomu var. 4 karbon atomu edir 48 qram. Bir oksigen atomu var. Bir oksigen atomu edir 16 qram. 48-in 16-ya nisbəti 3-ün 1-ə eləyir. Demək ki, düzgün cavab deyil. A variantını çıxırıq. B variantı 7 ədəd karbon hidrogen rabitəsi var. Karbon hidrogen rabitəsi 3, 4, 6, 9 ədəd karbon hidrogen rabitəsi mövcuddur. Ona görə B variantını da çıxırıq. 10 polyar kovalent rabitə var. Uşaqlar, polyar kovalent rabitələr karbon hidrogen arasındakı rabitələrdir. Əlavə olaraq hidroksil qrupundakı karbonla oksigen arasında və hidroksil qrupundakı oksigenlə hidrogen arasındakı rabitə də polyar kovalent rabitədir. 9 ədəd karbon hidrogen rabitəsi 10 və 11-ci rabitə. Ona görə də C variantı da yanlış cavabdır. E variantına baxaq, siniflərarası izomerin metil asetatdır. Uşaqlar, metil asetat mürəkkəb efirdir. Asetat turşusunun metil efiri. Asetat turşusunun tərkibində 2 dənə karbon atomu var, metil qrupu da 1 karbon atomu, ümumilikdə 3 karbon atomu. Digər tərəfdən mürəkkəb efirlər spirtlərlə deyil, karbon turşuları ilə siniflərarası izomerlik əmələ gətirir. Ona görə bu variant da hər tərəfdən yanlışdır. Qalır bir dənə düzgün variantımız olacaq variant D variantı, asimetrik karbon atomu var. Bəs asimetrik karbon atomu nədir? Asimetrik karbon atomu üzvü birləşmələrdə o karbon atomuna deyirik ki, karbonun 4 rabitəsinin, çünki karbon dəm qazı xaric bütün birləşmələrdə 4 valentlidir, 4 rabitəsi mövcuddur. Asimetrik karbon atomu elə karbon atomuna deyilir ki, 4 rabitənin 4-ü də fərqli atom və ya atomlar qrupu ilə birləşmiş olsun. Və bizim asimetrik karbon atomumuz hidroksil qrupunun birləşdiyi karbondur. Bir tərəfdən metil qrupu, bir tərəfdən hidroksil qrupu, bir tərəfdən etil radikalı və bir tərəfdən də hidrogenlə birləşərək 4 rabitəsinin 4-ünü də fərqli atom və atomlar qrupu ilə birləşdirmişdir. Doğru cavabımız olur D variantı.